Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bu günləri anamgildə yenə də qonağı Gəncəyə gəlmişik. Anam öz üsulu ilə kalapır hazırlayır. Anamın hazırladığı kalapır çox dadlı olur. Burada 2 kilo yarım ət var. Baxın, İndi bu əti orta yağlı ətdir də bu. yaxşı ətdir, yəni kalapıra uyğun ətdir bu. Aha. Kalapır bişirmək üçün bunu ondan ötürü almışıq. Biraz yağlı olmalıdır da Hə, ət. biraz düzdür? yağlı olmalıdır, həm sümüklü olmalıdır. İndi bu əti təmiz yuyacağam. Bu qazanda da bişirəcəksən Qazana, də. bu mis qazanımıza da tökəcəm. İnşallah. Soğanı da doğrayıb içinə tökəcəm. Kalapıra bir soğandır, duzdur, ətdir, biraz da istot atırıq. İçinə nə qatsan, nə qatmasan da sənin kalapırın tamam fərqli dadır. Hə, bu ayrı cür dadır. Yəni mən bişirdiyim başqa cürə dadır, sənin hazırladığın tamam ayrı cürə dadır. Videomuzu izləyin, zəhmət olmasa. Bir dəfə, Bir dəfə yuyacaqsan. bir dəfə də üstündən su ötürəcəm. Bu qazan da qalın qazandır. Əsl kalapır buğlama, kalapır bişirmək üçün Mis qazandır. qəşəngdir. Evdə qalın qazanlarınız varsa, kalapırı, buğlamanı onda bişirsəniz məsləhətdir. Bir dəfə də üstündən su ötürəcəm. Hə. 2 kilo ətdir mi? Bu qazan çox. Hə, elə bir ət çox oldu. İstəyirsən o yekə qazanı gətirim. Hə, qoy yıkaq. Qazanımız deyəsən balaca oldu. Ona görə də böyük ölçü qazan götürdük. Ət çoxdur. Yeri gen olsun, rahat bişsin. İkinci dəfə yudun da əti. Hə, Üzərinə çıxana qədər su tökürsən də yəqin ki. pişməyə görə. Biraz da töksün. Bəsdir. Üzərinə çıxana qədər su tökdük. İndi qoyuruq qaynasın. Bu kalapırı pişirməmişdən də olur. Əti vaxt olanda. Əti doğrayıb, soğanla soğan doğrayıb ətin içinə tökürük, duzunu tökürük. Hardasa 1 saat, yarım saat qalır. O ətlə duz, bir də ki soğan. Həm də ətə çox gözəl tam verir. Neçə dənə soğan soyursan mama? 4 4 dənə. dənə, 3 dənə, 4 dənə soğana bax, ətə baxırsan. Soğanı İndi bizim deyəsən ətimiz çoxdur deyirəm. çox Soğanı eləyirsən. çox, yox çox deyil. Elə soğan onu tama gətirir. Xırda-xırda doğrayırsan da. Qazan artıq qaynağa düşdü. Soğanlı əlavə elədik və biraz da duz tökdük. Qazın altına aşağı eləyəcəyik pişsin. Əti pişibdi deyəsən, hə mama? Hə, pişibdir. İndi nə edirsən? Əti çıxardıb sudan aralayaq. Ondan sonra Hə, bir dənə də soğan atmışdıq içinə bütün. Nə qədər suyu qalır? Suyu az az qalır. su yox, elə çox suyu yoxdur. Hə, suyu az Bunun suyu qalır. az qalmalı. Az qalmalı, az çoxdur. Suyu. Yavaş qırağa tökülür. Hayıfdır. Az suyu var, nə suyu var? Suyunu süzdük. O içinə doğradığımız soğanı hamısı
suyun içərisində süzülsün, təmiz olsun. Soğan əriyib, pişirdi deyilən sümükdən aralanıb bəziləri. Aha. O sümükləri də aralayırıq, təmizləyirik, yığırıq qazana. Hazır bulyonun içərisinə. Hazır bulyona qatırıq. Gözəl pişir. Ona görə də bəzi sümüklər aralanır. Hə. İndi mən onları həm təmizləyirəm, həm də bəzi soğanlar var, o soğanlardan aralayıram. Gətirib hazır bulyonumuza qatırıq. Yeməyimiz hazırdır deyəsən. Evet, artıq yemək hazır. Buna istiyot da vurduq. İstiyot da vurduq, duz da vurduq, quyruq atmışam içində qaynayıbdır, gözəl dad verib. Hə, quzu quyruğu. Hə. Bəlkə nəsə bu kəlapızın üstünə tökmək olar. Biz də bunu əsasən sarımsaqlı qatıqla yeyirik. Hə. Məsələn. Kek otu da tökürlər də. Hə, kek otu Bəzi yerlərdə. tökülür. Hə, bir tikə bura qoymama. Qara tikəsindən qoy, göstərəksin. Çox gözəl pişir. Görsən? Əllərinə sağlıq mama. Qədər Çox qəşəng gözəl. pişir. Az. Bax, dadına da bax. Çox qəşəngdir. Əllərinə sağlıq. Sağ ol mama. Halal xoşunuz olsun. Bugün bizə kəlapır hazırladın. Çox sağ ol. İndi plovumuzu da dəmləyəcəyik.